Bu gecə Əbəlfəz ağanın gecəsidir, Tasua gecəsi, sabah Aşura gecəsidir. Birisi gün də Aşuradır da, bu gecə Tasua gecəsi, yəni gecə gündən qabaq gəldi, sabah Tasua günüdür. Hər yerdə Əbəlfəz roizası oxuyarlar, amma bilmirəm nədirsə əvvəldən bizim məclislərin adəti olub ki, biz sabahki gecə, Aşura gecəsi Əbəlfəz ağadan oxumuşuq. Amma bilin ki, bizim elə təvəssülümüz bu gecə Həzrət Əbəlfəz ağayadır, Babul Həvaicədir. Amma biz necə təvəssül edirik ona? Biz onun çox istədiyi yetim uşaqlarla onun qapısına gedirik bu gecə. Birbaşa özü ilə yox. Onları çox istəyirdi. Dedim, sizə o qədər çox istəyirdi ki, vidalaşmaq istəmədi onlarla. Dedi, gedim su gətirim, gəlirəm. Bu gecə İmam Hüseyin əleyhissalamın körpə uşaqlarına, yetim qızlarına təvəssül eləyək. Bu gecə hacətlərinizi alın. Bu gecə təmizlənək, sabah gecə üçün hazırlaşaq. Seyyid İbn Tavus Luhuf kitabında Səkinənin yuxusu adlı bir şey nəql eləyir. Deyir, Aşura günü keçəndən sonra Şam-ı Qəriban gecəsi Səkinə yatdı, yuxu gördü. Gördü ki, bir xanım gəlir kəcavənin üstündə, hamı gedir ona tərəf, bu da qaçdı. Dedi, bu kimdir bu xanım? Belə bir cəlalla, əzəmətlə gəlir. Dedilər, bu Peyğəmbər qızı Həzrət Fatimədir. Deyir, dedi ki, mənim nənəm Fatimə-i Zəhradır, dedilər, bəli. Dedi, icazə verin, mənim nənəmə sözüm var. Bu yuxunu alim yazır kitabında. Mənim nənəmə sözüm var. Gəldim, deyir, dedim, nənə Fatimə, ya xanım, nənəcan, Həzrəti Zəhra çağırdım, deyir. Deyir, baxdı mənə. Dedi ki, bilirsən başımıza nə müsibət gətirdilər? Mənim atam sənin balon Hüseyni öldürdülər. Ondan əvvəl balalarını öldürdülər, qardaşlarını öldürdülər. Anacan, mənim atamın başını kəstdilər, niziyə vurdular, sənin oğlun Hüseynin. Deyir, mən danışdım, gördüm, nənəm ağlayır. Mən danışdıqca ağlayır. Axırda dedim, nənəcən, bununla da kifayətlənmədilər. Mənim atamın bədəninin üstündən at çapdırdılar. At ayaqları altında qaldı. Deyir, bu yerə çatanda ağlamağınızı gizlətməyin. Hədislərdə var deyə deyir, amma deyir ki, ağlamağınız gələndə ucadan ağlayın. Bu, ağlamağı gizlətmək yeridir. O ki, deyirlər, kişi ağlamaz, boş sözdür. Kişi istəyir ki, bu yerlərdə ağlasın. Hüseyni ağlamaq hünərdir. Deyir, atın dırnağının altında əzdilər. Deyir, xanımın naləsi ucalır ki, qızım, ürəyim parçalanır, day danışma. Ondan sonra deyir, qızım, gördüm əlində köynək tutub. Bu köynək bilirsən kimin köynəyidir? Xanım Zəhranın adı gəlib də bu gecə. Bilirsən kimin köynəyidir? Dedi ki, yox. Dedi ki, sənin atan Hüseynin köynəyidir. Bu qanlı köynək mənlə qalacaq qiyamətə qədər. Şəhriyar nə gözəl yazıb, Hüseynin köynəyi Zəhra əlində. Çəkər qiha, qiyamət, məhşər ağlar. Hüseynə yerlər ağlar, göylər ağlar, Bətul-u Murtəza Peyğəmbər ağlar. Hədisdə var ki, qanlı köynək əlində gələcək məhşərə. Yanında İmam Həsən olacaq. Sağa sola baxacaq, deyəcək, bəs mənim Hüseynim hanı? Onu görmək istəyirəm. Hədisdə var ki, Fatimə deyəcəklər, məhşərin qəlbinə bax. Allah pərdə çəkib Kərbəladan bir səhnə göstərəcək. Baxacaq, görəcək, oğlu uzanıb başı bədənindən ayrılıb. Deyir, bu yerdə Fatimə nalə eləyəcək. Qiyamətə baxın, bax, bu məclis qiyamətdə təşkil olunacaq. Görün, necə şərafətli məclisdəsiz. Nohəxan xanım Zəhradır. Hey deyəcək, Hüseynim vay, Hüseynim vay. Dillə Peyğəmbərlər səsini qoşacaq xanım Zəhranın səsinə. Ana naləsi yanıqlı olur axı. Heç kəs xanım Zəhra kimi ağlaya bilməz balasına. Özü deyirəm, Azərbaycanlılar bir alimin yuxusuna gəlib, bir Azərbaycanlılar oğlu ölən ana kimi mənim Hüseynimi ağlayır. Ona görə xoşum gəlir onlardan.
Bu qızlardan biri idi. Hilal ibn Nafiyə deyir, yapışmışdı İmam Hüseynin ətəyindən Aşura günü. Ağlayırdı, deyirdi, ata mən susuzam. Ənəl ətşan, mən susuzam. Deyirdi, qızım darıxma, indi su yolu açılar. O 3 yaşlı qıza təvəssül edeyim, Seyidə söz verim. Heyf ki, yay vaxtıdır, vaxtımız az olur əzadarıq. Amma evi yoxdur, elə azlığın da bir şirinliyi var. 3 yaşlı qızın adı bilinmir nədir. Bəzi tarixlərdə Rüqəyyə yazıblar. Rüqəyyə kimi məşhur olub. Rüqəyyə can, dad qarışıb adıva. Canım qurban adındakı dadıva. Xanım, biz olmamışıq ziyarətində. Zəvvarların gələn vaxtda qəbrüvə, sənə qurban bizi də sal yadıva. O balaca qəbrüvə canımız fəda olsun. Çox narahat idi xanım Zeynəb deyir. Aram olmurdu. Atasını istəyirdi, ürəyi atasını istəyirdi. Hiss edir ki, qərar tapa bilmir. Bir gün deyir, uşaq ağlar halda danışanda necə olar? Deyir, ağlaya-ağlaya gəldi, bibi, mənim duam var Allahdan, bir hacətim var. Mən dua eləyim, onlar amin deyəsən. Dedim, bəli, gözümün işığı. Dua elə, mən də amin deyəcəm. Deyir, gördüm, diyandı üzü qibləyə, o balaca əllərin qaldırdı göyə. Deyir, dedim, görəsən balam nə dua eləyəcək? Əlini qaldırdı, o balaca əllərini ağlaya-ağlaya. Dedi, ilahi day öldür məni. Elə yorulmuşam dünyadan. Mən atamı istəyirəm, mən atamsız qalanmıram. Zeynəb dedi, qızım, bu duaya necə amin desin bibim? Deyib, bastı bağrına, heç cür sakit eləyənmədi. Bilirsiniz, nə oldu? Deyir, İmam Səccad deyir, gecə qaranlığında, bilmirəm, nə pis adəti idi, əhl-i beyti gecə dəfn eləsinlər. Apardıq o balaca bacımı dəfn eləməyə. Şamın qəbristanına gedəndə gördüyü bizə icazə vermirlər. Deyirlər, qoymarıq kafirin uşağını müsəlman qəbristanında dəfn eləyəsiz. Gör, nə hala qaldı Həzrəti Zeynəb. Deyir, bibimin qucağında, mənim qucağımda bacımı gətirdik xərabəyə. Deyir, xərabədə qəbir qazdıq, balaca qəbir. Xanım Zeynəb dedi ki, bu qız çox əziyyət görüb, qoy özüm girim qəbrə. Deyir, daxil oldu qəbrə, gördü qəbirdən çıxmır bibim Zeynəb. Nə qədər gözlədi, əyildi, gördü, üzün qoyub bu balaca qızın üzünə. Deyir, ay şimrin əlində yorulan balam, ay qamçılar altında yorulan balam. Əla lənətullah ələl qavmiz zalim.